Hər kəsə salam. Mən bu gün sizlərə əlinizdə işiniz olduqda tez bazar 10-15 dəqiqəyə hazırlayacağınız qutabı təqdim edirəm. İlk öncə göyərtiləri doğrayıram. Ürəyin istəyən göyərtini doğraya bilərsiniz. Mən kişniş və şüyüddən istifadə elədim. İçərisinə isə pendir doğrayıram. Yaxşı olar ki, duzlu pendirdən istifadə eləyəsiniz. Mən milla pendirindən istifadə elədim. İçinə də istifadə eləyə bilərsiniz. Sonra yumurtanı qırıram, yuxaların qırağını yapışdırmaq üçün. Bundan əvvəlki videomda su ilə yapışdırmışdım, amma onda qıraqları daha quru alınırdı. Yumurta ilə yapışdırdıqda isə daha gözəl, yumşaq qutab alınır. Hazır xəmirin içinə içliyimizi doldururam, qıraqlarını yapışdırıram yumurta ilə və sonra tavada o üz bu üz qoyacam ki, bişsin. Qeyd edeyim ki, tava yağsız olmalıdır, quru bir tava olmalıdır. Qutabları bişirdikdən sonra isə kərə yağı ilə onun üzərinə yağlayırıq ki, daha dadlı, Əminəm ki, daha bu reseptlə gözəl görsün. Həm görünüş qablar cəhətdən həm gözəl olur, şəffaf həm dad olacaq, həm cəhətdən vaxt cəhətdən cəhətdən gözəl qənaət olur. eləmiş olacaqsınız. Qonaqlarınız gəldikdə dediyim kimi 10 dəqiqə